Bağışlayan və mehriban Allahın adıyla. Əziz möminlər, başda İmam Zaman əleyhissalam olmaqla sizlərin hamınıza möminlərin əmiri Həzrəti Əli əleyhissalamın şəhadəti münasibəti ilə başsağlığı ərz edirəm. İmam Zaman əleyhissalamın xüsusiyyətlərindən biri də budur ki, İmam Zaman zuhur edən vaxtı təqiyyə və qorxudan əsər əlamət qalmayacaqdır. Allaha ibadət etmək, dünyəvi və dini işlərdə Allah göstərişlərinə əməl etmək üçün şərait yaranacaqdır. Bu zaman Allah Təbarək və Teala'nın Nur surəsində bizlərə verdiyi müjdə gerçəkləşəcəkdir. Allah sizlərdən iman gətirib, yaxşı işlər, əməllər görənlərə vədə vermişdir ki, onları özlərindən qabaqdakılar kimi yeryüzünün xəlifəsi edəcəkdir. Allahın onlar üçün bəyəndiyi dini, İslamı daha da qüdrətləndirəcək və qorxularını əmin amanlıqla əvəz edəcəkdir ki, yalnız mənə ibadət etsinlər və heç bir şeyi mənə şərik qoşmasınlar. İmam Zamanın hökuməti şərqdən qərbə bütün dünyanı əhatə edəcəkdir. Quruda, dənizdə, abadlıqda, xarabalıqda, dünyanın heç bir yerində elə bir nöqtə qalmayacaqdır ki, İmam Sahibə Zamanın əmri o nöqtəyə yetişməsin. Yeryüzünün hər bir yerində ədalət hökm sürəcəkdir. İmam Zaman əleyhissalam öz imamlıq elmindən istifadə edərək hökm verəcək. Belə ki, Davud və Süleyman Peyğəmbər kimi onların zamanında heç bir şahidin şahidliyinə ehtiyac olmayacaqdır. Həzrət Sahibə Zaman əleyhissalam gəldikdə heç bir zaman ondan qabaq icra edilməmiş bir yeni əhkam gətirəcəkdir ki, o əhkamın incəlikləri barəsində bir çox hədislərdə qeyd olunubdur. İmam Zamanın dövründə elmlər öz nəhayət dərəcəsinə yetişəcəkdir. İmam Sadiq əleyhissalamdan rəvayətdə vardır ki, bütünlükdə elm 27 hərfdən ibarətdir ki, bütün peyğəmbərlər öz gəlişi ilə cəmi cümlətanı onun ikisini yer üzünə gətirmişlər. Amma İmam Zaman zuhur etdikdə isə yerdə qalan 25 hərfi də özü ilə birlikdə gətirəcəkdir ki, ümumilikdə 27 elmin kamilləşmiş formasında olacaqdır. Cəmaat bu iki hərfdən çox elm öyrənə bilməyəcəklər. Amma İmam Zamanla gəldikdə, 25 elm gətirildikdə və elmlər kamilləşdikdə dünyanın elmi də öz kamil formasına yetişəcəkdir. Bütün yer üzünün heyvanları Həzrətin səhabələrinə itaət edəcəklər. Allah bu zuhurun tarixini tezləşdirsin inşallah.